Hər birinizi salamlayırıq, hörmətli dinləyicilər. Hər vaxtınız xeyirli olsun. Dalğa FM radiosu. Demək ki, əgər bu saatda, bu dəqiqələrdə bizə qoşulmusunuzsa, demək 92.5 dalğasına köklənmisiniz və hər zaman olduğu kimi Dalğa FM radiosu milli musiqimizə, incə sənətimizə, ümumiyyətlə sənətə, milli dəyərlərə böyük yer ayıraraq elə Mədəniyyət Nazirliyinə birgə layihəmiz olan Sənətin Səsində də hər zaman maraqlı mövzularla və qonaqlarla sizin görüşünüzə gəlir. Elə bəri başdan anons edim ki, bu həftə də çox gözəl, maraqlı qonaqlarımız var. Anons etmiş olun və həftə içi 5 gün saat 11-12 arası bizi dinləyirsiniz. Verilişlərimizin bütün buraxılışları Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında da yerləşdirilir və bugünkü qonaqlarımıza gəldikdə çox maraqlı bir məqamı qeyd etmək istəyirəm ki, əslində uzun illərdir, uzun zamandır ki, bu mövzuya toxunmaq istəyirəm. Çünki özüm üçün də çox doğma bir mövzudur. Düşünürəm ki, indi adını çəkəcəyim bu doğma musiqi ocağını yolu bu yoldan keçən, sənət yolu bu musiqi ocağından keçən insanlar radioya bir qədər də səs verəcəklər. Çünki bugün çox xatirələr səslənəcək və uzun sözün qısası bugün bu il 45 illiyi qeyd olunan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində ixtisas musiqi məktəb studiyasına həsr etmişik verilişimizi və bu məktəb studiyanın bu il 45 illiyi qeyd olunur və əlbəttə ki, məktəb studiyası deyəndə məhz ixtisas məktəb studiyasının adı çəkiləndə bu gözəl ocağın, musiqi ocağının təsisçisi, yaradıcısı, uzun illər rəhbəri və elə mənim də ustadım olmuş əməkdar incəsənət xadimi, zamanında Bakı Musiqi Akademiyasının professoru olmuş Tərlan Seyidov olub və ruhu şad olsun. Tərlan müəllim haqqında bugün həm yığışmışıq bu məktəb studiyasının rəhbər heyəti bugün bizimlədir. Biz onlarla həm söhbət olacağıq. Bax, əlimdə tutduğum bu həqiqətən də Tərlan Seyidova ithaf olunan xatirələrdən ibarət bu kitab və bir neçə kitablar var ki, elə məktəb studiyanın fəaliyyətindən bəhs edir. Tərlan Seyidovun həyat, yaradıcılıq boyu etdiyi nailiyyətləri, uğurlarından bəhs edir. Bütün bunlara biz toxunacağıq mütləq və qonaqlarımıza gəldikdə elə qeyd etdiyim kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində ixtisas musiqi məktəb studiyasının direktoru Sevda Məmmədova bugün bizimlədir. Xoş gəlmisiniz Sevda xanım. Çox sağ ol, təşəkkür ederim. Salamlayırıq sizi və əlbəttə ki, daha iki qonağımız var. Sevda xanımın elə məktəb studiyada tədris işləri üzrə müavini Nərminə Əlverdizadə. Siz də xoş gəlmisiniz. Nərminə xanım və elmi metodiki işlər üzrə müavini Aytən xanım, Aytən Baxşeyeva bizimlədir. Siz də xoş gəlmisiniz. Sizi də salamlayırıq. Çox həssas bir mövzu, çox həyəcanlıyam. Həqiqətən də sağlığında Tərlan Seyidovu mən dəfələrlə qonaq çağırmışdım, amma hər zaman boyun qaçırdı, istəmədi. Amma mənim hər zaman xatirələrimdə, söhbətlərimdə, bugünkü nailiyyətlərimdə, uğurlarımda Tərlan Seyidovun böyük əməyi var və bax bu sizin bugün rəhbər olduğunuz ixtisas məktəb studiyasının, musiqi məktəb studiyasının rolu, əməyi danılmazdır, böyükdür. Xatirələrdə bugün yada salacağıq həm Tərlan müəllimi, həm bu məktəb studiyasının hər birinizdə oranın elə bəzənləri sizdə belə deyək. Sevda xanım, Tərlan müəllimi bugün xatırlayarkən çox insan söyləyir ki, çox zəhimli, çox tələbkar, hətta biz tələbə vaxtında çəkinirdik, qorxurduq ondan. İllər sonra bugün anlayırıq ki, onun elədikləri hər bir əmək, hər bir etdiyi iş bizim üçün edilmiş, bizi düşünərək, sənəti düşünərək, yaratdığı ixtisas musiqi məktəb studiyasını düşünərək etmişdi. Elə bundan başlayaq ki, ixtisas musiqi məktəb studiyası. Çünki bu bir ilk idi və ilk olaraq da bu il 45 ildir ki, öz fəaliyyətini uğurla davam etdirir. Necə oldu məktəb studiyası adı verilmişdi o vaxtı və bu ad da bugün elə üstündədir?
Sevinç xanım, əvvəla dəvətiniz üçün təşəkkür eləyirik. Çox sağ olun. Sağ olun. Həm də biz üçün çox qürur vericidir ki, Məktəb Studiyanın məzunu, Tərlan müəllimin özünün məzunu indi bu cür nailiyyətlərlə bizi sevindirir. Təşəkkür edirəm. Mütəmadi olmasa da ara-sıra məsəl verilişləri izləyirəm və sizi çox dəstəkləyirəm. Çox sağ olun Sevdə xanım, var olun, minnətdaram. Məktəb Studiya təbii ki, Tərlan müəllimin necə deyirlər şahesəridir. Bəli. Respublikada analoqu olmayan Məktəb Studiya görürsüz, adından da bilindiyi kimi iki adı var. Məktəb və studiya. Məktəb deməli uşaqlar üçündür, studiya isə tələbələr üçün. Bəli. Yəni studentlər tələbələr üçün. Çünki bu məktəb studiya çox funksiyalı vəzifəsini daşıyır. Tələbələr Bakı Musiqi Akademiyasının tələbələri, Musiqi Kollecinin tələbələri, həmçinin İncəsənət Universitetinin tələbələri də bizim məktəb studiyada təcrübə keçirlər. Təcrübənin bütün növlərini keçirlər. Həmçinin ən əsas başlıca funksiyası məktəb studiyanın elmi laboratoriya olmasıdır. Yəni burada dərsliklər, dərs vəsaitləri, metodik tövsiyələr, həmçinin biz Tərlan müəllimin ideyasına neçə illərdir məktəb musiqi və incəsənət məktəbləri üçün musiqi ədəbiyyatından plan konspektlər hazırlayırıq və bu respublikada çox böyük rezonans doğurub. Çünki çox dəstəkləyirlər və buna ehtiyac var. Yəni bunlar hamısı Tərlan müəllimin gördüyü işlərdir. Onun yaratdığı məktəb studiyadır. Bəli. Siz bayaq qeyd elədiniz ki, Tərlan müəllim çox zəhmli görsənirdi. Əslində zahirən zəhmli olsa da, onu tanıyandan sonra çox sadə, mehriban insan idi. O bilirsiniz burada nə yadıma düşür? Anton Çexovun bir sözü var. Deyir, insanda hər şey gözəl olmalıdır. Qəlbi də, xarici görüşü də, ruhu da. Doğrudan da Tərlan müəllim belə bir insan idi və onun etdiyi, ümumiyyətlə respublika üçün, musiqi cəmiyyəti üçün etdiyi, gördüyü novator işlər həddindən artıq böyükdür. Elə bir faktı mən nəzərə çatdırım sizə. Onu həmişə narahat eləyən məsələlərdən biri o idi ki, necə uşaqlar major minor sistemini birinci sinifdən keçirlər, amma bizim Azərbaycan məqamlarını keçmirlər. Ancaq 10-cu, 11-ci sinifdən. İnanırsınız, bunun üzərində çox fikirləşdi o və axırda onun təkidi ilə və məktəb və Tərlan müəllimlə o proqram burada Fərhad müəllimin proqram hazırladılar. Üzeyir Hacıbəylinin elmi sistemi əsasında Milli Lat Təfəkkürünün inkişafı proqramı, belə bir proqram hazırladılar və bu proqrama görə artıq uşaqlar birinci sinifdən, kiçik yaşlarından axıra qədər, 11-ci sinifə qədər Azərbaycan məqamlarını ifa edirlər və öyrənirlər. Yəni bu böyük bir məsələ idi. Bəli, bəli. Yəni onun etdiyi ancaq hələ bir kiçik bir işlərdən mən danışdım. Hələ bu bir kiçik bir iş idi ki, siz onu vurğuladınız. Bəli. Mən istərdim Aytən xanımı və Nərminə xanım sizi də eşidək. Bildiyimə görə Nərminə xanım, Tərlan müəllim sizin də müəlliminiz olub. Mən də o vaxtı məktəb studiyasında oxuyarkən siz həm də onun köməkçisi işləyirdiniz o zaman. Yəni belə bir müddət də olmuşdu. Bəli, mən akademiyanı bitirəndən sonra elə Tərlan müəllimin özündən mənə təklif gəldi ki, mən gəlim məktəb studiyanın bir ailə üzvü kimi fəaliyyətimi davam etdirim. Və günü bu gün də davam etdirirsiniz fəaliyyətinizi, həm də artıq direktor müavini olaraq. Tərlan Seyidovu və məktəb studiyasının özəlliyi, fenomenliyi, fərqliliyini nədə görürsünüz bu gün? O hər tərəfli insan idi. Həm ciddi idi, həm ürəyi yumşaq idi. Hamımızdan tələbkar, tələb eləyirdi. Tələb edən zamanda da eyni zamanda həm də yumuşalırdı ki, bəlkə mən çox tələbkaram, özündən yəqin ki, yəqin ki sual verirdi ki, mən yəqin ki çox tələbkar olmuşam. Eyni zamanda da yumuşalırdı. Həm elə. Bəli. Mən çox üzr istəyirəm Sevinç xanım. Nərminə xanım məhz Tərlan müəllimin vəsiyyəti ilə direktor müavini vəzifəsinə. Nə maraqlı bir məqam. Bəli, o ömrünün axırında da mənə bir çox vəsiyyətləri oldu və 2 dəfə məndən xahiş elədi ki, öz yeri və ancaq Nərminə xanım olmalıdır. Mən də söz verdim ona. Yəni demək istəyirəm, əvvəldən o qədər dünya görmüş adam idi, o qədər gələcəyi fikirləşən insan idi ki, hər şey fikirləşirdi. Bəli. Kim olacaq? Kim onu davam eləyəcək? Bəli. Və indi onun da ruhu şaddır ki, məktəb studiyamız etibarlı əllərdədir. Həqiqətən də Sevdə xanım, əməyiniz danılmazdır, əməyiniz çox böyükdür. Aytən xanım, sizi də eşidək və siz Tərlan müəllimin sağlığında çalışırdınız artıq orada. Və mən bildiyimə görə elə sizin də bu vəzifəyə təyin olunmasında birbaşa Tərlan müəllimin də rolu olub. Bəli.
Təbii ki, Tərlan Seyidov ilk növbədə pianoçu olub və pedaqoq olub, amma eyni zamanda həm də elmi xadim olub, elmi işlərlə məşğul olub, musiqişünas olub. Və mən onu bir elmi işçi kimi, yəni mən o sahədə onu tanımışam. Doğrultmusunuz həm də özünüzü də bu və sahədə. Bir çox şeyi də ondan öyrənmişəm. Təbii ki, o mənim pianoçu kimi müəllimim olmasa da, musiqişünas kimi, yəni bir çox ondan faydalı bir şeylər öyrənmişəm. Həm redaktə işi, həm korrektə işi, ümumiyyətlə kitab necə qurulur, çap olunmaq, nəşrə gedəndə necə olur. Yəni bu məqamları hamısını Tərlan müəllim aşılayıb. Yəni mən çox da qürur duyuram ki, fəxarət hissi ilə deyirəm ki, mən onunla bəlkə də 10 ildən artıq çalışmışam bu sahədə. 10 ildən artıq, bəli, çalışmısınız, bəli. Bugün mən düşünürəm ki, hər birimiz fəxarət hissi ilə Tərlan Seyidovu yad edirik və mən də çox böyük bir fəxr hissi ilə bugünkü verilişimizə çox böyük həyecanla və böyük bir sevinclə hazırlaşdım və qonaqlarımızı gözlədim. Çünki elə qonaqlar var ki, onların yolunu bəlkə də aylarla, illərlə gözləyirsiniz və bugünkü qonaqlarımızı da uzun zamandır mən gözləyirdim. Amma biz düşündük Tərlan Seyidovun doğum günündə yanvarın 19-undan başlamışdıq. Bax bu belə deyək mövzuyu ki, bunu edəyin, mütləq Tərlan müəllimi yad edəyin. Daha sonra artıq onun xatirə günü fevralın 1-də məhz düşündük həmin ərəfədə, amma mən Sevdə xanıma təşəkkür etmək istəyirəm ki, həmin ərəfədə yenə də rəhbəri olduğu məktəb studiyasını düşündü və mənimlə əlaqə saxlayaraq söylədi ki, bizim hazırda imtahanlarımız var, bizim işlərimiz var, bizim işimizi görəcək kitabımız var. Bütün bunları biz edək bu işlərimizi görə. Çünki sizin üçün bugün birinci növbədə məhz bax bu sizə vəsiyyət olunan və sizin bugün çiyinlərinizdə daşıdığınız böyük bir missiya, əlbəttə ki, Bakı Musiqi Akademiyası nəzdində bu il 45 illiyi qeyd olunan ixtisas musiqi məktəb studiyasıdır ki, siz o böyük işi davam etdirirsiniz. Mən xatırlayıram, elə sağlığımda siz Tərlan müəllimi müavini olaraq da belə deyək, onun sağ əli idiniz. Yəni bütün işləri etibar edirdi sizə, arxayın dedi sizə və əlbəttə ki, insani keyfiyyətlər, insani xüsusiyyətlər də onun üçün çox önəmli idi və sözsüz ki, o operativlik, o dəqiqlik, nizam, intizam və eyni zamanda insanda da o dürüstlüyü, o etibarı da güvənmək üçün siz də illərinizi qoymusunuz, sözsüz ki. Bugün illər sonra Tərlan Seyidovu yada salarkən necə düşünürsünüz? Onun doğrudan da fərqliliyi, bir fenomenliyi nədə idi? Sevinç xanım, Tərlan müəllim haqqında o qədər xatirələr var ki, siz özünüz qeyd elədiniz ki, çox ciddi insan idi, nizam intizamı birinci növbədə sevirdi. Bəli. Və həddindən artıq tələbkar bir insan idi. Kiçik bir xatirə danışım sizə. Aha. Çox çətin bir müsabiqəyə yekun vurduq. Bəli. Bütün musiqi məktəblərindən qonaqlarımız var idi, nazirliklərdən, Təhsil Nazirliyindən, Mədəniyyət Nazirliyindən. Hardasa saat 3-4 olardı. Biz gəldik otağımıza, istəyirdi bir stəkan çay içmək. Birdən Tərlan müəllim çağırdı bizi. Mən də sevinə-sevinə dedim, qızlar, əgər bizi danlamayıbsa, deməli bizi tərifləyəcək. Otağına çağırmaqla soruşdu ki, Seva, какие планы на завтра? Hansı sabaha nə planlar var? Eynən. O dərəcədə bu insan ancaq ideyalar, novator ideyalar, innovativ layihələrlə İnanıram. Həqiqətən də elə idi. Çünki biz də mənim yadımdadır. İmtahanı verən kimi çağırırdı dərhal sinifə və indi düşünürəm ki, indi imtahandan fikirlərini, düşüncələrini söyləyəcək. Deyirdi, növbəti əsərlər seçmək vaxtıdır. Hansı əsərləri ifa edəcəksən, elə günü bugün başlayırdı və gələn dərs artıq o əsərləri əzbər tələb edirdi. Yəni o fenomenliyi də, o dahiliyi də o Tərlan müəllimin əlbəttə bundaydı. Çox danışmaq olar, çox qısa bir aramız var. Xatirələrimiz çoxdur. Bir verilişə sığmayacaq, mən bunu bilirəm. Amma çalışacağıq ki, vacib məqamları əlbəttə ki və bugün də İxtisas Musiqi Məktəb Studiyasının bugünkü fəaliyyətini, nailiyyətlərindən mütləq danışacağıq qısa bir aradan sonra. Bəli, biz davam edirik. Yeni qoşulanları salamlayırıq və bugün musiqi məktəbləri deyəndə əlbəttə ki, zamanında böyük Bülbül adına orta musiqi məktəbini qeyd etməliyik. Eyni zamanda Asif Zeynal adına musiqi kolleci. Amma mən xatırlayıram ki, bax bunlar arasında hər zaman Bakı Musiqi Akademiyası nəzdində və uzun illərdir bu ildə
45 ildir ki məhz fəaliyyəti davam etdirilən ixtisas musiqi məktəb studiyasının yeri bir başqa olub, məzunları bir başqa olub və bizim də bir prioritetimiz, bir avantajımız var idi. Biz məktəb studiyasını bitirən kimi dərhal daxil olurduq akademiyaya. Bəziləri musiqi məktəbini, sonra Asiya Zənalı Kollecini biz birbaşa daxil olmuşduq və mənim daxil olmağımda konservatoriyaya, indiki Bakı Musiqi Akademiyasına daxil olmağımda da Tərlan müəllimin də birbaşa əlbəttə ki rolu böyük olmuşdu. Ümumiyyətlə bu məktəb studiyasının çox məşhur məzunları var Sevdə xanım və onları bir-bir mən istərdim yada salaq ki, həm də izləyicilərimiz, dinləyicilərimiz xəbərdar olsunlar ki, bax bu 45 illik fəaliyyətində təkcə bizimlə bitmir. Dünya şöhrətli bizim məzunlar var. Çox düzgün, maraqlı sual verdiniz. Sevinç xanım. Bilirsiniz ki, bizim kontingent çox kiçik idi. Çünki bizim məktəb studiyanın fəaliyyəti genişdir. Tək yəni şagirdləri, uşaqlar musiqi sahəsində yetişdirmir, həm də elmi işlə də məşğuluq. Lakin bu kontingentin kiçik olmağına baxmayaraq, bizim musiqi cəmiyyəsinə çox yaxşı tanış olan Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov, məzunlarımız. Salamlayırıq Fuad müəllimi. Simfonik Orkestrin və Opera Balet Teatrının dirijoru Mustafa Mehmandarov. Bəli, bir də onu da salamlayırıq. Ruslan Biryukov indi Amerika Birləşmiş Ştatlarında yaşayır, cello ifaçısı. Fəqan Həsənli, Tərlan müəllimin tələbəsi, həm də ki pianist, pianoçu. Həm də bugün Qarabağ Universitetində həm də oxuyan daha bir istedadlı pianoçumuz var. O da həm də Muraddır. Sevdə xanım, sizin oğlunuz. Onu da salamlayırıq. Fəqanı da salamlayırıq. Bəli. Sonra elə hal-hazırda Bakı Musiqi Akademiyasında bizimlə çiyin-çiyinə çalışan bir çox məzunlarımız var. Onların adlarını mütləq çəkmək istəyirəm. Elmira Pənahova, dosent, fəlsəfə doktoru. Yegana Tapdığova, yenə də dosent, fəlsəfə doktoru. Züleyxa Abdullah, əvvəl Bayramova idi, indi Abdullah, o da dosent, fəlsəfə doktorudur. Zərif Kərimova, baş müəllim, pianoçu, bəstəkar. Salamlayıram. Pianoçu, bəstəkar. Yəni bizimlə çox fəxrdir ki, məktəb studiyanın kiçik kontingentindən yəni bu cür istedadlı məzunlar yetişir. Bəli. Bizim üçün çox düzdür. Mən bugünkü elə həm də tələbələr, şagirdlər haqqında da danışmaq istərdim və bugünkü uğurları, nailiyyətləri haqqında da danışmaq istərdim. Aytən xanım, sizi də, Nərmin xanım, sizi də eşitmək istərdik. Yəni bugün elə bu yaxınlarda bir neçə maraqlı tədbir keçirildi. Hər biriniz ayrı-ayrı o tədbirlər haqqında istərdik işıqlandırasınız. Bir qiraət həm də gecəsi keçirilmişdi. Eyni zamanda kitabın da təqdimatı olacaq. Buyurun. Bəli. Tərlan müəllim həm də müəllif layihələri, onun bir çox layihələri var idi ki, onları həyata keçirirdi. Bunlardan biri də elmi ifaçılıq layihəsi idi ki, yəni həm dünya miqyasında bu təkrar olunmuşdu. Bildiyimiz kimi Moskvada da keçirilmişdi onun müəllif layihəsi əsasında və bunlardan biri də pedaqoji qiraət idi. Yəni müəllimlərin konfrans çıxışları və orada öz qiraətlərini təqdim edib. Biz bu il onun əziz xatirəsinə həsr elədik bu pedaqoji qiraəti və ithaf elədik həmin tədbiri ona. Çox da maraqlı oldu alındı. Bəli, bəli. Nərmin xanım, siz də istərdik bir qədər məlumat. Konfransdan sonra biz bizim şagirdlərimizin konsertini keçirdik. Adət eləmişik hər il. O da bir ənənə halını alıb. Ənənə halını alıb hər il Tərlan müəllimin xatirəsinə konsertlər keçirdirik elə fevral ayında. 18 bizim kiçik kontingentimiz baxmayaraq ki, balaca kiçik kontingentimiz var. 18 nəfər ifa elədilər bu konsertdə, çıxış elədilər. Uğurla konsertimizi keçirdik. Bəli. Elə konsertlərdən danışarkən bir neçə il əvvəl Tərlan Seyidovun xatirəsinə həsr etdiyimiz daha bir konsert vardı. Elə mən də aparıcılığını etdiyim bir konsert idi. Orada mənim oxuduğum illər ərzində oxuyan bir çox həmkarlarım Nuranə də var idi. Orada digər elə Fəqanın özü də var idi. Sevdə xanım, siz də Sevdə Məmmədli, onu da salamlayırıq. Sevdə Məmmədli də bugün gözəl bəstəkarımız. O da Tərlan müəllimin tələbəsi olub. Hətta sizə əkizlər deyir
deyirdi, nə deyirdi? Dvanyoşki deyirdi. Palavinki. Həmişə deyirdi palavinki. Bəli. Yarı. Bəli, adınız da eyni, soyadlarınız da oxşar və cəhətlər baxımından əlbəttə ki, hər bir ifaçını, hər bir tələbəsinin, şagirdinin o çox yaxşı tanıyırdı ki, kim nəyə bələddir və nəyə qadirdir, hansı sferada, hansı sahədə o uğur qazana bilər. Hal-hazırda əlimdə də bir foto albomdan bir ibarət Tərlan müəllimi 80 illiyinə həsr olunmuş bir albom idi və mən bildiyimə görə elə Tərlan müəllimin özünün də sağlığında iştirakı ilə bax bu foto albom seçilmişdi, şəkillər seçilmişdi. Təəssüf ki, özü artıq izləmədi, amma bildi ki, bax bu foto albomda hansı fotolar, şəkillər yerləşdiriləcək. Bundan sonra digər əlbəttə burada yer gəlmişkən maraqlı elə konservatoriyanın məktəb studiyasının digər əməkdaşları. Natavan da burada var. Natavanı da salamlayırıq, Natavan xanım. Ümumiyyətlə, bugün müəllim heyətini də bir qədər istərdim. Hansı ixtisaslar bugün var məktəb studiyasında, musiqi məktəb studiyasında, ona da bir məlumat verək. Valideynlərə də sözsüz ki, maraqlı ola bilər ki, çünki bu qədər məşhurların məzun olduğu bir musiqi məktəbinin əminəm ki, valideynlər istəyər ki, onların da övladları bax yolu, sənət yolu, yaradıcılıq fəaliyyəti buradan keçsin. Sevinç xanım, bayaq məzunlardan danışdıq, amma ən əsas məzunumuzu mən qeyd etmədim. Vüsalə Babayeva, o bizi Londonda Azərbaycanımızı təmsil edir. Bu yaxınlarda bizim də qonağımız olmuşdu. Qonaq da olmuşdu. İndi hal-hazırda bizim məktəbdə çalışan Nuranə Zeynalova da var, Anna Bilikova var. Hamısı bizim məktəbin məzunlarıdır və Tərlan müəllimin tələbələridir. Əlinizdə tutduğunuz o foto albom, o Tərlan müəllimin özünün, necə deyim, vəsiyyət deməyim, özünün istəyi ilə yaranıb. Yəni 80 ilinə belə bir albom istəyirdi və bütün şəkilləri biz ona e-mail vasitəsilə göndərirdik, özü seçirdi, baxırdı. Düzdür, albomun çap olunmasını özü görmədi. Amma mənə elə gəlir ki, onun ruhu həmişə bizi görür. Çünki onun belə bir sözü var idi, hamımıza deyirdi ki, mən olmasam belə, ruhum sizi göydən mütləq izləyəcək. Sizi rahat buraxmayacaq. Doğrudan və həmişə hamımıza deyirdi ki, mütləq mən izləyəcəm sizi. Biz inanırıq, bəli. Mən inanıram bugün Tərlan müəllimi ruhu şaddır. Çünki musiqi məktəb studiyasının o qədər böyük nailiyyətləri var bugün. O qədər gözəl layihələri var. Durmadan, usanmadan, yorulmadan hər ay mən görürəm ki, bir yeri gəlmiş sosial şəbəkələrdə də, sosial mediada da izləyirəm səhifənizdə. Bir-birindən gözəl konsertlər, tədbirlər, konfranslar. Bax bu cür albomların işıq üzü görülməsi. Bu yaxınlarda 45 illiyinə həsr olmuş kitab da təqdim olunacaq. Nələr orada qeyd olunacaq? Nərmin xanım, Aytən xanım, siz də istərdik məlumat verəsiniz ki, bəri başdan o kitab haqqında bir məlumatla olsunlar. Əslində bir ənənəyə dönmüş olur bu kitabların nəşr olunması. 10 illiyə aid 20, 30, 40. Onlar hamısı var. Aha, göstərin. 20, 30, 40, 45-də çıxacaq. 10 illiyə həsr olunmuş. Yəni get-gedə fikir verərsiniz ki, artır həcmi. Baxın, 30 illik. Nazik bir broşürdən başlanmışdı, maşallah. Və ən son 40 illik daha böyükdür. Mən onu hətta ensiklopediya adlandırıram. Çünki nə olubsa bizə məktəbimizə aid bu son 10 ildə orada əks olunmur. Və 45 illiyinə gəlir. 45 illiyinə 40 ildən 45-ə qədər son 5 ildə nə olubsa, yəni məktəbə aid müsabiqələr, konsertlər, elmi ifaçılıq konfransları, yəni hər şey orada əks olunub. Əksinə bir Tərlan müəllimin bir kəlamını da istəyirəm xatırladım. O qədər iş tapşırırdı ki, yəni o kitabı eləyə, məktub yazaq falan və soruşanda ki, nə vaxta lazımdır, bizim nə qədər vaxtımız var, həmişə deyirdi ki, Çira, bunu hamı, bütün bizim kollektiv bilir. Yəni dünən, yəni ki, bu dünəndən lazımdır eləmək. O bizə həmişə tələsdirirdi ki, tez eləmək lazımdır. Polifonik işləyin, yəni eyni vaxtda bir neçə iş görməlisiniz. Bu bacarığı da bizə xanımın sözünə qüvvət. Mən həmişə etiraz edirdim ki, mən çatdırmıram. O həmişə deyirik polifonik işləməyə bacarmalısan. Təbii ki, mən cavan idim, impulsiv olaraq etiraz edirdim, deyirdim. Mən homofoniya bacarıram, toka homofonik işləməyə bacarıram. Onun belə bir müdrikcəsinə dediyi bir kəlam həmişə mənim yaddaşıma həkk olunub ki, deyir, hər bir homofoniyanın tərkibində polifoniya elementləri var. Bəli. Görün nə gözəl sözdür. Bəli, çox gözəl bir fikirdir və onun hər bir fikri əslində bir stat olaraq, bir tezis olaraq bu gün bir çox insanlara, musiqiçilərə bir açardır. Çünki onun kitabları da bu gün hər bir musiqiçinin düşünürəm ki, masaüstü kitablarıdır ki, oradan həm də tədris üçün də bir çox vəsaitlər o
təqdim etmişdi, hazırlamışdı. Tərlan Seyidov fəaliyyətinə, sənət yoluna və eyni zamanda onun yaratdığı, uzun illər rəhbərlik etdiyi musiqi məktəb studiyasının fəaliyyətindən danışırıq. Qonaqlarımız da elə bu musiqi məktəb studiyasının həm rəhbəri və müavinləridir və qısa bir aramız var. Daha sonra söhbətimiz davam edəcək. Burada qalın. Davam edirik və qeyd etdiyimiz kimi bugün həm də biz nəinki ötən illərin xatirələrini yada salırıq. Bugünkü uğurlardan, nailiyyətlərdən, mövzulardan, layihələrdən danışırıqsa, musiqi məktəb ixtisas studiyasının həmçində yeni layihələrdən danışarkən sizin də bax bu illər ərzində bir çox tətbiq etdiyiniz yeni işlər oldu, yeni layihələr oldu ki, bugün uğurla davam etdirilir. Sevdə xanım, istərdim bu haqda bir qədər də məlumat verəsiniz. Sevinç xanım, deməli Tərlan müəllimə qoyduğu qayda qanun, ənənələri davam etdirərək biz yeniliklərə də imza atırıq. Bax, onun qoyduğu bütün həmişə ideya müəllifi olduğu elmi ifaçılıq, müsabiqələr, konfranslar keçirməklə yanaşı, biz bir çox yeni müsabiqələr də keçirdik. Məsələn, salmizasiya müsabiqəsi bu, yəni solfeji fənni üzrə keçirildi. İlk növbədə biz bunu məktəb daxili tətbiq elədik və ondan sonra respublika üzrə keçirdik və doğrudan da böyük rezonans doğurdu. Bütün musiqi məktəbləri alqışladılar. Çünki bu üzrə ilk dəfə idi ki, bunu bizim məktəb studiyaya keçirdi. İndi hal-hazırda musiqi ədəbiyyatı fənni üzrə biz deməli müsabiqə keçirməyi planlaşdırırıq. Yenə də aprel-may ayında birinci ilk dəfə bizim məktəb daxili keçirdəcəyik. Ondan sonra gələn tədris ilində inşallah respublika üzrə tətbiq edəcəyik. Ondan başqa 2025-ci ildə keçən ilin son ayları dekabr ayında Baroko 340 müsabiqəsini keçirdik. Yəni Baroko dövrünün öncül bəstəkarları Handel, Bach və Scarlattinin 340 illiyinə həsr olunmuş bir müsabiqə keçirdik. Bu da bir yenilik idi. İndi isə hal-hazırda hazırlaşırıq Mozart'ın 270 illiyinə həsr olunmuş müsabiqə keçirdirik. Nə gözəl. Müsabiqəyə qatılmaq istəyənlər hara müraciət edə bilərlər? Biz deməli bütün əsasnaməni Bakı Musiqi Akademiyasının saytında yerləşdirmişik və Mədəniyyət Nazirliyinə də həmçinin məktub yollamışıq. Və Mədəniyyət Nazirliyi özləri də xəbər eləyiblər. Həmçinin biz özümüz də bütün musiqi məktəblərinə, regionlara e-maillə özümüz də göndərmişik. Çox gözəl. Bəli, hər kəsə uğur arzu edirik bu cür layihələrdə və təkcə bu uğur önəmli deyil, qalibiyyət önəmli deyil. Bu cür tarixi hadisələrin bir iştirakçısı olmaq, bir üzvü olmaq və sözsüz ki, musiqi tariximizin, musiqi ədəbiyyatımızın da bilicisinə çevrilmək əsas məqsəd, əsas amal. Çünki hər tərəfli məhz məktəb studiyasının şagirdləri, tələbələri hər tərəfli inkişaf etdirirlər. Bax, o mövzuları özünüz qeyd etdiniz. Bu layihələrin özündə iştirakı belə insanı hər tərəfli hazırlıqlı olmasına cəlb edir. Kolokviyumlar da var idi, yadımdadır, xatırlayırdım. Onlar da yəqin ki, Tərlan müəllimin özünün innovativ tədbirlərindən biri olan kolokviyumlar, anotasiyalar və vəsiyyətində də mənə dəfələrlə dönən məndən söz aldı ki, sən bunları atmenit eləmə, ixtisara salma. Mütləq davam elə və mən təbii ki, bugün də davam etdirilir. Bəli, o çox maraqlıdır. Bəli. Anotasiyanın özü mütləq lazımdır. Çünki Tərlan müəllim belə bir hadisə danışmışdı mənə. Deyir, qəbul imtahanında oturmuşduq rektorumuzla, hörmətli Fərhad müəllimlə. Qız tam dəqiqliklə yadımda deyil. Məncə listin etüdünü çalıb, amma kağızda Rəhmanovun etüdünü yazmışdı. Fərhad müəllim hardasa hətta deyib ki, yəqin təsadüfən yazıb. Sadəcə ifa qutarandan sonra Tərlan müəllim ondan soruşanda qız doğrudan da əsərin adını səhv demişdi. Ondan sonra belə bir fikrə gəldi ki, uşaqlar hətta ifa etdiyi əsərləri bilmirlər, adlarını belə bilmirlər, bəstəkarları belə tanımırlar. Bəli, bəli. Və bizdə nədir bu, anotasiya nədir? Yəni uşaqlar ifa etdiyi əsərlər haqqında qısa məlumat yazır. Hara bəstəkarıdır, kim hansı əsərləri var, bəli. Əgər rəqssə, hara rəqsidir. Bir balaca bu əsərin obrazı haqqında. Çox gözəl bir təşəbbüsdür. Çünki bəzən insan hər hansısa bir əsəri ifa edir, amma onun müəllifi haqqında məlumatlı olanda, onun digər əsəri haqqında məlumatlı olanda hardasa artıq bir müəyyən bir fikir formalaşır insanda. O istər bu və digər əsər və həmin əsərin müəllifi haqqında. Məncə bunu bir çox musiqiçilər tətbiq etməlidir.
öyrəndilər. Yəqin ki, digər musiqi məktəblərində fərqləndirən cəhətlər çoxdur bu gün. İxtisas Musiqi Məktəb Studiyasını bəlkə də onlar da elə bax bunları öz məktəblərində tətbiq edirlər və yaxud edə bilərlər. Niyə də yox? Məncə çox faydalı olar. Hətta çünki qəbul zamanı başqa məktəblərdən, başqa musiqi məktəblərindən gələn uşaqlar hətta ifa etdiyi əsərlərin adını, bəstəkarını belə bilmirlər. Bəli, təəssüf. Bu doğrudan çox acınacaqlar. Bəli, bəli. İndi mən qeyd elədim, solfeji fənni üzrə biz keçirdik samizasiya. Bütün musiqi məktəblərində çox vaxt zəif gəlirlər, solfeji musiqi ədəbiyyatından zəif gəlirlər. Bu bəlkə də bu müsabiqəni keçirməkdə bizim məqsədimiz onlara bir stimul vermək idi. Sözsüz bu yolda sizə uğur arzu edirəm. Aytən xanım, bir məqamda opera studiyasını da söylədiniz. Orada da keçirilən tədbirlər, layihələr var. Bəli, biz qeyd etdik ki, məktəb studiyanın fəaliyyəti çox şahiəlidir və həm məktəb, həm studiya, həm elmi eksperimental laboratoriyadır və bir qolu da var ki, o həm uşaqlara, həm valideynlərə çox maraqlı gəlir. Bu uşaq opera teatrıdır. Hal-hazırda Tərlan Seyidovun adını daşıyır. Və burada bir çox operalar səhnələşdirilib, yəni uşaq operaları, sırf Sultan Hacıyevin ilk uşaq operası İskəndər və Çobandan başlayaraq və bugünkü günə kimi həm Azərbaycan bəstəkarlarının əsərləri, həm də ki, xarici müəlliflər, premium musiqiçiləri, yəni uşaqlara çox tanış olan Buratinanın sərgüzəştləri və digər əsərlər səslənir və uşaqlar da çox sevə-sevə səhnədə çıxış eləyirlər və onların artistizmi artır. Bəli. Bu yaxınlarda gözlənilirmi hər hansısa bir tamaşa? Bəlkə bir anons etmiş olaraq, hə Nərminə xanım? Bəli. Bu zamanlarda indi bu yarım illikdə biz hazırlayırıq Aladdin. Bəli, seyirli çırağını. Broadway musical əsasında qoyulur. İndi inşallah dəvət eləyərik sizi. Mütləq, mən də mütləq qatılaram və düşünürəm valideynlər də öz övladlarına bax bu cür həm də tamaşalara da getməlidirlər. Bunun da insan zövq, uşaqların zövqünün formalaşmasında və hər tərəfli inkişafında, bədii tərəfdən inkişafında çox böyük bir təsiri var. Ümumiyyətlə, bayaq Aytən xanım bir hansısa bir fikri söylədi. Mən məsələn xatırlayarkən Tərlan müəllimi yadıma salıram ki, məni yuxudan oyadan da o idi. Elə məndə də elə. Sizdə də elə idi. Təsəvvür edin ki, mən hələ yuxudaydım, artıq məni tezdən oyadırdı, anam dəstəyə götürürdü. Demirdi ki, yatıb sevinç. Oyaqdır, çalır, ifa eləyir. Yuxudan oyadı və hətta məni yola salanda dərsdən sonra dedi, bax o yarım saat ki, yol gedəcəksən, ictimai nəqliyyat olsun, avtomobildə olsun. Dizlərinin üstündə belə notu qoyursan, təkrarlayırsan. Yəni bir an, bir dəqiqə belə insanı boş görməyi xoşlamırdı. Hətta akademiyanın foyesində məni görsəydi ki, mən dayanmışam. Yəni həmin gün mütləq ki, mənə bir sinifin açarını verəcəkdi ki, boş dayanma, get məşğul ol. Sizdə hansı xatirə ən çox yadda qaldı? Çox tələbkar idi. Bəli. Onu demişdik, hamı da bilir. Mən Bülbül məktəbini qurtaranda, yəni Bülbül məktəbində oxumuşam. Orada müəllimim çox belə mülayim müəllim idi, yumşaq insan idi. Tərlan müəllimin sinifinə gələndə o kontrastı hiss etdiniz. Çox böyük bir kontrast idi. Birinci il demək olardı ki, ağlayırdım. Məndə də olurdu. Birinci kursu bitirəndən sonra bizim evə zəng vururdu yay vaxtı. Hanı Nərminə neynir? Kontrol edirdi. Mən də o vaxtı getmişdim Şamaxıya. Anama dedi ki, orada neynir? Şamaxı observatoriyasında işləyir. Piyano var mı orada? Bəli, hamısını kontrol edirdi. İstəyirdi ki, biz elə yay vaxtında məşğul olaq. Biz hər kəs ortada qaldı oynayanda biz yeni əsərlər götürüb yayda ifa edirdik. Sevdə xanım, bu ənənələr də davam edirmi orada? Yəni istər-istəməz o sizin hardasa artıq metodikanıza, pedaqoji fəaliyyətinizə, rəhbər kimi yəqin ki, o aşılanıb istər-istəməz. Mütləq təsiri var. Hətta hərdən özümü də belə necə deyirlər, kənardan tanımıram nə mənada. Çünki Tərlan müəllimin dövründə əgər ildə bir müsabiqə keçirdiksə, indi ildə 2-3 müsabiqə keçirdirik. Ay maşallah, bəli. Hərdən özüm də məəttəl qalıram ki, elə bir
hər də an hiss eləyirəm ki, Tərlan müəllimin ruhu burdadır. Bəli. Nəsə eləməliyəm. Mən nəsə təzə bir yeni bir şey olmalıdır. Həqiqətən güc verir, onun ruhu bizə güc verir. Bəli, istər-istəməz bəli, onun ruhu bu gün şaddır ki, onun yaratdığı bu musiqi məktəb studiyası bu gün öz uğurları ilə, öz fəaliyyəti ilə davam edir. Əsas da budur. Onun da işi, onun da məqsədi zamanında amalı nə idi? Bax, orada necə ki indi həyat qaynayır, necə ki orada nəsildən nəslə ötürülür o musiqi savadı, o təcrübə. Bu gün oranı bitirənlərin artıq övladları, nəvələri hətta orada oxuyurlar və hər kəsə uğurlar arzu etmək istəyirəm. Ümumiyyətlə, amma hər kəsmi orada təhsil ala bilərmi? Kimlər təhsil ala bilər? Ümumiyyətlə, şərtlər nədir və neçə yaşdan qəbul nə zaman olur? Yəni artıq üzü yaza doğru gedirik də. Yeri gəlmişkən elə bəri başdan, çünki mən istərdim elə bu məktəb musiqi məktəb ixtisas məktəb studiyası ilə maraqlananlar həm də bir məlumatlı olsunlar ki, övladlarını vermək istəyirlərsə nələri bilməlidirlər. Siz bayaq da o sualı verdiniz, sonra nəsə baş qarışdı. Bəli, xatirələrlə. Deməli bizdə demək olar ki, başqa məktəblərdən fərqləndirən bir neçə ixtisas var. Məsələn, orqan ixtisası bu heç bir musiqi məktəbində yoxdur. Məncə də heç eşitməmişdim. İlk dəfədir sizdən eşidirəm. Bəli. Çünki alət də musiqi akademiyanın özündə var. Bəli, böyük zalında. İxtisaslar fortepianodur, violin, yəni əvvəl deyirdik skripka, violonçel, cello, sonra kontrabas, truba, trombon. Bütün o çətin musiqi alətləri təhsil alanlar var. Bəli, valtorna. Sonra zərbə alətləri ixtisası üzrə bizdə uşaqlar təhsil alırlar. Xor da var yəqin ki, bildiyimə görə, yəni xor, vokal varmı? Bəli, vokal da var və fortepiano da öz yerində. Bəli. 6 yaşından uşaqlar, 11 illik musiqi məktəbi olduğuna görə 6 yaşından uşaqlar qəbul edirik və uşaqlar 11 il təhsil alırlar. 11 il o uşaqlar təhsil alır ki, hansı ki konkret bilirlər ki, bu ixtisas üzrə gedəcəklər. Yəni 9-cu sinifdən sonra biz artıq seçimimizi eləyirik. Hansı uşaq keçir 10-cu sinifə, hansı keçmir. Yəni bilirik ki, əgər 10-cu sinifə keçirsə, bu mütləq bu musiqi üzrə davam edir. Artıq akademiyaya davam edəcək, daxil olacaq. İncəsənət universiteti ola bilər. Yəni bu sənəti davam etdirir. Bu sənəti, bəli. Yəni hər bir uşaq bizim nəzarətimizdə olur. Yəni hər şey belə asan deyil, kənardan göründüyü kimi, amma hər bir çətin yolun da mütləq ki, zəhmətin bəhrəsini görmək lazımdır. O çətin məktəbi, necə deyərlər, amma çox vacib olan bir məktəbdir. Təməli məhz musiqi məktəblərində qoyulur və bu musiqi məktəbi hələ ki, əgər əlbəttə ki, Bakı Musiqi Akademiyasının nəzdində ixtisas musiqi məktəb studiyasıdırsa, əlbəttə ki, siz mütləq ki, uğur əldə edəcəksiniz. Çünki bu məktəbin yaradıcısı Tərlan Seyidovun burada böyük əməyi var və bugün onun yaratdığı o ənənələr, o məktəb bugün uğurla davam etdirilir. Rəhbəri Sevdə xanım, Aytən xanım, Nərminə xanım müavinləri və orada böyük bir əlbəttə ki, pedaqoji heyət var. Aşıq xanımı da salamlayırıq buradan. Lalə xanımlar var idi, bir neçə lalələr var idi orada, nərgizlər var, güllər var idi orada. Bizim müəllimlərimiz, hətta bilirik, oradan bəziləri artıq Qarabağ Universitetində də fəaliyyətlərini, işini davam etdirirlər. Bütün heyətə mənim adımdan təşəkkürümü bildirin. Mən ara sıra gəlib sizin tədbirlərdə də iştirak edirəm, böyük məmnuniyyətlə, canla başla. Bunu özümə bir mənəvi borc bilirəm. Sanki həmin gün mən nəysə ustadım qarşısında bir, nəysə bir damcı da olsa, bəli, bir hesabat kimi vermiş oluram və bugün hansı uğurum varsa, mən də Tərlan müəllimə və əlbəttə ki, bu məktəb studiyasına borcluyam. Bugün mənimlə bir vaxtda oxuyanlar bəzən soruşurlar ki, axı sən tələbəlik vaxtında həmişə narazı idin ondan. İndi belə bəhbədlə onu tərifləyirsən, belə xatırlayırsan. Deyirəm, çünki mən indi anlayıram. Onun mənim üçün elədiklərini mən indi anlayıram və əminəm ki, mənim kimi anlayanlar dünyanın bir çox ölkələrində səfərləniblər və bu məktəbi adını yaşadırlar və başda əlbəttə ki, Sevdə xanım siz olmaqla sizə təşəkkür edirəm və nə yaxşı ki, bu işi davam etdirirsiniz. Nə yaxşı ki, canla, başla, uğurla bu məktəbi yaşadırsınız. Məzunlarını da təbrik edirik. Bu yeri gəlmişkən yaxınlarda artıq məzun olacaq. Hər kəsə də uğurlar arzu edirik. Və son olaraq arzularınız bundan sonra bir rəhbər kimi, bir musiqiçi kimi, bir Tərlan Seyidov məktəbinin davamçısı kimi arzunuz nə olar?
Təbii ki, sizə təşəkkür edirəm bir daha. Sonda təbii Xoşdur. ki, Seyidov komandası olaraq mən həmişə elə Ay, nə və- gözəl. Seyidov komandası. komandası olaraq, məktəb studiya ailəsi olaraq Bəli. biz Tərlan müəllimin qoyduğu ənənələri, qayda qanunları davam etdirəcəyik. Bəli. O bizim borcumuzdur. Bəli. Aytən xanım, Nərmin xanım sizi də eşidəyin. Arzunuz bundan sonra ən böyük arzunuz, qarşınızda qoyan bir məqsədiniz nədir? Masanın üstündə siz görürsüz ki, burada bir çox hələ biz hamısını gətirib Hələ danışa göstərə bilməyəcəyimiz, bilmədik. toxuna bilməyəcəyimiz məqamlar kitablar var. qaldı. Bəli, Bu bəli. kitabların hamısı Tərlan müəllimin sağlığında hazırlanıb və bir çoxu onun layihəsi əsasındadır. Bəli. İstər milli məqamlarımıza aid, o deyirdi milli gen yaddaşımızın bərpası. Yəni ilk dəfə Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları kitabını o Bəli. məktəblər üçün bərpa eləmiş, adaptasiya eləmişdi məktəb şagirdləri üçün. Və o proqramın əsasında müntəxəbat hazırlamışdı 2 cilddən ibarət və Aha. Azərbaycan xalq mahnı və rəqsləri o məqamlar üzrə klassifikasiya olunmuşdu. Bəli. Digər dərs vəsaitlər çoxdur. Solfejo üzrə, yəni digər Azərbaycan xalq mahnıları, vokal, skripka üçün caz musiqisi, yəni Sevda xanımın özünün Azərbaycan bəstəkarlarının caz əsərlərini, fortepiano üçün caz əsərlərini toplamışdı. Nərminə xanım Azərbaycan xalq melodiyaları əsasında fortepiano işləmələri. Yəni bunlar Tərlan çoxdur. müəllimin arzusuydu ki, Aha, yəni, nə? onu Hamısı biz- bunların Tərlan müəllim ideyaları əsasında. Bəli, bəli. Azərbaycanın rəhbəri kimi elə biz orada qeyd eləmişik. Bu ilə 25-ci ildə biz onu çap elədik. Bəli. Və 45 illiyinə Davam məktəb eləsin. studiyasının ixtisas məktəb studiyasının həm də 45 illiyinə yeni bir kitab gəlir. Gözləyirik o kitabı da. Hətta bax burada isə Tərlan Seyidova İthaf xatirələrdə onun bəli məzunlarının xatirələri mənim də burada xatirələrim yer alıb. Təşəkkür edirəm. Və hər birimizin əlbəttə ki mənəvi bir borcudur. Onu yad etmək və bu işi uğurla davam etdirdiyiniz üçün Sevda xanım sizə təşəkkür edirəm. Aytən xanım, Nərminə Siz də xanım sağ və olun. digər bütün heyətə studiyaya sığdırmaq qeyri-mümkün idi. Ona görə bu dəfə sizinlə daha kiçik heyətlə, rəhbər heyəti ilə görüşdük. Növbəti dəfə məktəb studiyasının məzunları ilə, bugünkü tələbələrlə, şagirdləri ilə görüşəcəyik. İnşallah. Təşəkkür edirəm. İnşallah. Çox Biz sağ sizə olun. Təşəkkür edirik. Siz sağ olun. Minnətdarıq, var olasınız. Bax belə bu həftəyə gözəl xatirələrlə bol bir buraxılışla başladıq. Verilişimizi isə Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalından da mütləq izləyin və hər kəsə uğurlu gün və uğurlu həftə diləyilə. Salamat qalın.